Millət vəkili Ceyhun Məmmədovdur. Ceyhun müəllim, xoş gəlmisiniz, sabahınız xeyir olsun. Sabahınız xeyir. İstəyərdik onunla başlayaq ki, Sülh Körpüsü təşəbbüsü çərçivəsində Bakıya səfər edən erməni nümayəndə heyətinin görüşünün qısaca istəyərdik sizin dilinizdən də xülasəsini eşidək. Bu görüşü necə qiymətləndirirsiniz? Bu görüş yüksək qiymətləndirilməlidir. O mənada ki, biz artıq Ermənistanla sülh istiqamətində prosesə başlamışıq. Bilirsiniz ki, ölkə rəhbərləri arasında bir razılıq var. Davamlı görüşlər keçirilir. Amerika Birləşmiş Ştatlarında bu sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmuşdu və buna uyğun olaraq da proses davam edir. Hətta bir müddət bundan əvvəl bilirsiniz ki, parlament nümayəndələri də görüşdülər və artıq bizim qeyri-hökumət təşkilatlarının nümayəndələri görüşür. Bugün söhbət ondan gedir ki, cəmiyyət bütövlükdə bu prosesə hazır olmalıdır. Biz nəzərə almalıyıq ki, bizim bugün qarşımızda duran əsas vəzifə ondan ibarətdir ki, sülh məsələsinə ən qısa vaxtda nail olmalıyıq. Çünki zaman-zaman Ermənistandan bizə qarşı istifadə olunubdur və bugün də müxtəlif cəhdlər var və bunun qarşısının alınması üçün, bölgəyə sülhün gəlməsi üçün, bütövlükdə bölgəmizin inkişafı üçün bu istiqamətdə səylər önəmlidir. Və bir müddət bundan əvvəl Azərbaycan tərəfinin nümayəndə heyəti Ermənistana səfər etmişdi. Artıq biz Ermənistan tərəfinin səfərini gördük və müəyyən razılaşmalar da var. Eyni zamanda Cənab Prezidentin köməkçisi Hikmət Hacıyevlə də görüşdülər. Onları da düşündürən müəyyən suallar var. O suallar ətrafında da müzakirələr aparıldı. Hesab edirəm ki, bu səfər vətəndaş cəmiyyəti üzvlərinin, ümumilikdə ictimaiyyətin, cəmiyyətin sülhə hazır olması baxımından önəmlidir. Biz bir daha onun üzərində dururuq, bəli, keçmişi unutmuruq, amma gələcəyə də mütləq şəkildə baxmağı bacarmalıyıq. Ceyhun müəllim, razılaşmalardan danışdıq. İstəyərdik elə o məqama toxunaq. Səfər nəticəsində əldə olunan razılaşmalara gələndə, onun fikriniz gələcəkdəki diplomatik proseslərə hansı konkret təsirlər olacaq? Bilirsiniz, burada ən önəmli məqam odur ki, bugün biz ümumi ölkə rəhbərləri müstəvisində bir razılaşmanı görürük. Amma burada bugün təəssüf ki, Ermənistan daxilində müəyyən proseslər gedir. Və bu proseslər ondan ibarətdir ki, həm daxildən, həm xaricdən müəyyən qüvvələr bu prosesə mane olmağa çalışırlar və eyni zamanda Ermənistanın daxilində ictimai rəyə təsir göstərməyə çalışırlar. Bugün cəmiyyət olaraq biz deyə bilərik ki, Azərbaycan cəmiyyəti sülhə hazırdır, amma Ermənistan cəmiyyətində hələ də müəyyən bir qruplar, kəsimlər var ki, bu prosesə tam hazır deyirlər. Ona görə də burada dövlətlə yanaşı, ictimaiyyətin nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, medianın üzərində böyük bir vəzifə düşür. Yəni, söhbət bu düşmənçiliyin aradan qaldırılmasından, eyni zamanda sülhün bölgəyə gəlməsi üçün atılan addımlardan gedir. Və mən düşünürəm ki, bu prosesə media, eyni zamanda qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai xadimlər ciddi bir töhfə verə bilərlər. Yəni, burada bir neçə istiqamətdə iş getməlidir. Qeyd etdiyimiz kimi, artıq biz gələcəkdə digər istiqamətlərdə, yəni vətəndaş cəmiyyətin üzvləri, eyni zamanda parlamentin nümayəndələri və digər media nümayəndələri, ziyalılar, bunların hamısının əsas hədəfi və məqsədi sülhə nail olmaqdır və cəmiyyəti buna hazır etməkdir. Xüsusilə də Ermənistan cəmiyyətində olan o bizdəki, bizə qarşı düşmənçilik, bizə qarşı nifrət, bunlar... Hansıdır ki, 30 ildən çox uşaqlardan doğulandan qulağına fıçıldayıblar ki, Türk sənin düşmənindir. Bu da artıq onların, belə deyək, qanuna işləyib, nə də ki, biz ehtiyatlı olmalıyıq. Bu, yəni Ermənistan... Bu danılmaz faktdır. Çünki birdən-birə Ermənistan cəmiyyətinin dəyişəcəyini düşünmək də, düşünürəm ki, sadə löflük olar. Əslində, nə qədər önəmli bir məqama toxundunuz, Ceyhun müəllim. Bax, biz təbii ki, diplomatik səviyyədə hansısa sülhə nail ola bilmişik. Lakin, belə söz var, ehtiyat igidin yaraşığıdır. Bu yaxınlaşmada hansı məqamlarda biz ehtiyatlı davranmalıyıq, nəyə nəzarət eləməliyik? Ümumiyyətlə, iki ölkənin yaxınlaşmasının fikrinizcə hansı gözlənilməyən, Azərbaycan üçün təhlükə yaradan fors-major tərəflər ola bilər? Bilirsiniz, birinci biz nəzərə almalıyıq ki, Ermənistanın bizlə hesablaşmanın
əsas səbəbi cənab prezidentin həyata keçirdiyi siyasətdir. Yəni Azərbaycanın qətiyyətli mövqeyi, prinsipial yanaşması Ermənistanı məcbur edir ki, Ermənistan bugün Azərbaycanın tələblərini yerinə yetirsin, Azərbaycanla əməkdaşlıq üçün addımlar atsın. Amma biz nəzərə almalıyıq ki, mən həmişə bunu deyirəm, tarix təkrarlanır, tarix onda təkrarlanır ki, ondan nəticə çıxartmır və eyni zamanda tarix onu unudanları cəzalandırır. Biz tarix boyu ermənilərin bizə qarşı bu vəhşiliyini görmüşük, bu soyqırımlarını görmüşük. Biz bunu unutmamalıyıq. Amma biz məsələyə də biraz daha qlobal yanaşmalıyıq. Problemin kökü ondadır ki, biz Ermənistanı özümüzdən təcrid edəndə Ermənistandan artıq başqaları istifadə edir. Bugün siyasət odur ki, Ermənistan Azərbaycanın Türkiyənin yanında olsun. Biz bütövlükdə bölgənin inkişafını istəyiriksə, Ermənistandan bizə qarşı kiminsə istifadə etməsinə imkan verməməliyik. Və o mənada gələcəkdə necə olacaq və hansı formada proses gedəcək. Ona görə həmişə Azərbaycan dövlətinin yanaşması belə olub ki, biz tariximizi unutmamalıyıq. Amma gələcəyə də baxmalıyıq. Yəni bu düşmənçiliyin, nifrətin də bir perspektivi yoxdur. Baxın, indi biz elə bir mərhələyə gəlmişik ki, artıq itkilərimiz yoxdur, müharibə yoxdur. Biz hər gün səhərimizi atəşkəsin pozulması xəbəri ilə açmırıq və torpaqlarımızı azad etmişik. Yeni şəhid xəbərləri almırıq. Əlbəttə, biz dövlət olaraq məqsədimizə nail olmuşuq. İndi isə əsas hədəf sülhün möhkəmləndirilməsi və bu istiqamətdə addımların atılması. İndi mən baxıram, izləyirəm, bəzən sosial mediada hardasa kimlərsə fərqli fikirlər söyləyib, yanlış düşüncə demək yaratmağa çalışırlar. Bu bütün dünyada belədir. Vaxtı ilə Almaniya, Fransa müharibədə ediblər, çoxlu hadisələr olub, dünyada bir çox ölkələr arasında müharibələr olub. Amma yekunda sülh olub və biz də bu sülhə mütləq şəkildə nail olmalıyıq və bu bizim gələcəyimiz üçün həm də bir zəmanətdir. Gələcəkdə eyni hadisələrin yaşanmaması üçün münasibətlərin normallaşmasına hesablanmış bir addım. Bəs Ceyhun müəllim, bax, deyək ki, Azərbaycanda biz daim bu xəbərlərin içindəyik, bu mühitdəyik. Lakin eyni zamanda da xaricdə yaşayan Azərbaycanlılar var və ermənilərin diasporaları var. Və bilirik ki, məsələn, 2020-ci ilin yay aylarında Los Angelesdə böyük bir qarşıdurma baş tutmuşdu. Nə zaman ki, ermənilər Azərbaycanlardan qat-qat çox idilər və birbaşa həmvətənlərimizin üzərinə hücum çəkmişdilər. Fikrinizcə bu diplomatik münasibətlərin düzəlməyi xaricdə yaşayan Azərbaycan ermənilərlə olan münasibətlərində necə öz əksini tapır? Mən düşünürəm, bu biraz çəkəcək. Nəyə görə? Əslində, ümumiyyətlə biz keçmiş münaqişəyə baxanda burada bir neçə amil var. Yəni, köhnə rejim, o cinayətkar rejim, ikinci kilsənin rolu, bir də erməni diasporunun rolu. Təəssüf ki, bugün də biz baxanda görürük ki, diaspora özü bu sülhə hazır deyil. Yenə də zaman-zaman bizə qarşı addımlar atırlar, bəyanatlar verirlər. Hesab edirəm ki, hər iki tərəfdən aparılan siyasət nəticəsində zamanla bu da düzələcək. Biz yenə ona gəlirik ki, mən onu dönə-dönə vurğulayıram ki, biz məsələyə biraz daha geniş vizyonla, daha qlobal yanaşmalıyıq. Yəni biz bu düşmənçiliyi davam etdirsə, bu heç bir xalqa fayda vermir. Bəs Paşinyanın yenidən hakimiyyətə gəlməyi, yenidən seçilməsi, sizcə o gələcəkdə bu münasibətlərin daha sülh içində, əminamanlıq içində keçməsi üçün, deyək ki, məhz diaspora istiqamətində, xaricdə yaşayan ermənilər istiqamətində hər hansısa bir tədbirlər görəcəkmi fikrinizcə? Əslində, mən düşünürəm ki, Paşinyan bugün Ermənistan cəmiyyətində bir neçə istiqamətdə mübarizə aparır. Sülhə nail olmaq üçün bir kilsədir. Bəli. Bir dediyimiz o müxalifətdir, cinayətkar rejimin qalıqlarıdır. Üçüncü isə diaspora. Baxın, bugün Paşinyanla diaspora arasında da bir qarşı durumu var. Çünki diasporanın da burada marağı daha çox maliyyədir. Çünki onlar uzun illər bu münaqişədən istifadə edərək vəsait qazanırdılar. Bir hissəsini Ermənistana göndərdilər. Amma düşünürəm ki, artıq bu da yavaş-yavaş ona doğru gedir ki, artıq onlar da bu prosesə mane ola bilməyəcəklər. Necə ki, kilsə sıradan çıxarılır. Mən düşünürəm ki, müxalifət də məqsədinə nail olmayacaq və hesab edirəm ki,
diasporada artıq bu proseslər qarşısında aciz qalacaq və reallıqla, Azərbaycan yaratdığı reallıqla barışacaq. Amma bu zaman aparan bir məsələdir. Və düşünürəm ki, eyni zamanda gələcəyə doğru da həm bizim diasporamız, həm Ermənistan diasporası, onlar da bu prosesə hansısa formada mərhələli şəkildə töhfə vermək üçün addımlar atmalıdırlar. Görüşlər, müzakirələr aparmalıdırlar. Ceyhun müəllim, digər bir məsələni də istəyərdim fikrinizi öyrənmək. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının 7000 patrul keçirməsinə nə deyə bilər? Siz bu fikriniz maraqlıdır və Avropa İttifaqı bu prosesdə neytral tərəf olduğunu iddia eləyir. Sizcə Avropa İttifaqının fəaliyyəti nə dərəcədə obyektivdir və bu regionda balansı pozmaq kimi bir, belə deyək, cəhdləri olsa buna nail ola biləcəkmi? Əslində, sülhə doğru biz addımladığımız bir mərhələdə onların növbəti dəfə belə bir şou təşkil etmələri, özlərini göstərmələri anlaşılan deyil. Yəni, bugün Amerika Birləşmiş Ştatları, ümumiyyətlə Avropa dövlətləri artıq bu sülhə nail olmaq üçün müəyyən addımlar atılır. Bugün onların müharibə yox, atışma yox, artıq hər iki tərəf sülhə doğru irəlilədiyi bir vaxtda bunlar elan edirlər ki, biz orada monitorinq keçirik. Hansı monitorinqi keçirirsiniz? Nə baş verib? Atəşkəs pozulubmu? Yoxsa təcavüz mü var? Yəni, bu biz də varıq, biz də buradayıq, prosesi izləyirik, görüntüsü yaratmaq üçün bir atılan addımdır və bu sülh prosesinə mane ola biləcək bir yanaşmadır. Yəni, onlar bu cür addımlara artıq son qoymalıdırlar və sülhə doğru addımlar atmalıdırlar. Onlar düşünməlidirlər ki, iki xalq arasında sülhə nail olmaq üçün biz nə edə bilərik? Mən düşünürəm, onların bu addımı sanki ona yönəlib ki, onlar demək istəyirlər ki, münaqişə bitməyib və bitməyəcək və biz buradayıq, sizi barışdırmağa çalışır. Amma reallıq isə tamamilə fərqlidir və o mənada o ATƏT-in getdiyi yolu onlar getməli deyirlər. Yəni, onlar bu prosesə necə töhfə verə bilərik, nə edə bilərik, xalqları necə barışdıra bilərik, bölgəyə sülh necə gələ bilər, o barədə düşünməlidirlər. Baxın, Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan BMT-nin 4 qətnaməsi ilə yerinə yetirdi. Bugün dünya hamısı çalışır Ukraynada müharibəni bitirsin, bitirə bilmir. Bəli. Amma Azərbaycan bu müharibəyə son qoydu. Öz gücünə, öz hesabına. İndi isə bizim onlardan istəyimiz odur ki, mane olmayın. Sizin o dəstəyiniz də lazım deyil. O mane olmayın heç olmasa. Bu cür açıqlamalarla biz getdik, baxdıq, yoxladıq. Bəzən onların egosu bunu götürə bilmir, özlərini qəhrəman kimi elan edə bilmirlər və heç cür ego qəbul eləmir bunu. Arada gəlib binokulla baxırlar. Son vaxtlar bu proses səngimişdi, amma təəssüf ki, görünür ki, hansısa qüvvələr, hansısa formada yenidən bunlardan istifadə etmək istəyir. Amma hesab edirəm ki, artıq ümumilikdə o missiyanın orada mövcudluğuna ehtiyac yoxdur. Biz özümüz həll edirik. Cənab Prezident Ermənistan Baş Naziri ilə tez-tez görüşür, müzakirələr aparılır. Əvvəlki proseslərin təhlili göstərir ki, onlar ancaq mane olurdular. Bizə deyirlər, müharibə edə bilməzsiniz, torpaqlarını azad edə bilməzsiniz. İndi onların hamısı həll olunub, indi isə biz burada varıq, biz kömək edirik, bu kömək deyil. Bu, o arada olan anlaşmaya, mövcud razılıqlara mənfi təsir göstərən bir məsələdir. Mən yenə də deyirəm, yəni atəşkəs pozulsaydı, bir hansısa problem olsaydı, indi nəyə izləyirlər, nəyə baxırlar, arada gəlib binokulla da bir baxırdılar, nəyə baxırlar, nəyə müşahidə edirlər. Biz artıq müharibə etmək niyyətində deyilik və dəfələrlə də Azərbaycan bu mövqeyini açıqlayıbdır. Ona görə onlar bu yanaşmalara, bu cür addımlara son qoymalıdırlar. Əgər özlərini göstərmək istəyirlərsə, başqa yollarla göstərsinlər. Sülh quruculuğu istiqamətində nə edə bilərlər, bax, o barədə düşünsünlər. Yoxsa bu cür gedib oradan biz baxdıq, müşahidə etdik, sonra axı heç bir orada problem yoxdur. Ceyhun müəllim, təşəkkür edirik. Sağ olun. Ətraflı şərhinizə görə əziz tamaşaçılarımız, nəzərinizə çatdıraq ki, efirimizin qonağı millət vəkili Ceyhun Məmmədov idi. Bizim isə efirimiz növbəti xəbərimizlə davam edir. Cenevrədə baş tutan görüşdən dərhal sonra Ukrayna